Əziz analar, gördüyünüz bu dörtlü ilə bu il uşaqların immun sistemini dəstəkləyərək virus və bakterial infeksiyalardan qorumağa çalışacağıq. Bu qarışımı uşaqlarınıza 1-2 çay qaşığı verməklə infeksiyalar övladınızdan yan keçəcəkdir. Bal və küncüt qarışımı ümumiyyətlə uşaqlarda nəinki immun sistemini dəstəkləyir, hətta sümük əzələ sistemini və beyin inkişafını da dəstəkləməyə kömək edir. Çünki bal və küncüt qarışımının tərkibi proteinlə zəngindir. E vitamini, antioksidantlar, sink, selenium, magnezium və digər mikroelementlərlə zəngin olduğu üçün insanın immun sistemini həm dəstəkləyir, həm də boy inkişafını, sümük əzələ sisteminin inkişafına mükəmməl şəkildə kömək edir. Bal və küncüt qarışımının yanında uşaqlara 1-2 çay qaşığı keçibuynuzu bəhməzi və əlavə olaraq D vitamini və balıq yağı verərsinizsə, immun sisteminə booster dozda təsir edib çox gözəl effekt ala bilərsiniz.